Məqsədin buraxılışda 250-dən yuxarı bal toplamaqdır. Ancaq sən hələ də dimin test topusunu işləyirsən. Baxın, dimin test topusu əladır, mükəmməl, mütləq işləməlisən. Amma nə vaxt? O vaxt ki, sən 9-da oxuyursan, 10-da oxuyursan, yəni mövzunu birinci dəfə öyrənəndə, yəni ismi birinci dəfə müəllim keçib, onda sən dimin test topusunu işləməlisən. Amma sən artıq 11-sən, 3-cü qrupsan və hələ də dimin test topusunu işləyirsənsə, yolun, getdiyin üsul yanlışdır. Niyə yanlışdır? Çünki sən bir mövzudan 300 dənə test işləyirsən. Bu 300 testi işləməyə böyük bir zaman alır, enerji alır, narahatlıq yaradır səndə. Və sonunda sənə nə verir? 300 testin sadəcə 20-30 dənəsi blok və ya buraxışa uyğundur ya yox. Təsəvvür elə, o boyda əziyyət qarşılığında heç nə. Amma məsələn biz nə edirik? Bizim yeni bir qrupumuz açılıb, istər buraxılışda, həm buraxılış üçün, həm də blok üçün. Biz orada nə edirik? Dim toplusunu işlətmirik. Deyirəm ki, sən dim toplusunun işləyib bura gəlməlisən və ya oradan heç olmasa bir 40%, 50%, 60% xəbərin olmalıdır. Biz orada sadəcə 40-50 dənə test işlədirik, amma bu 40-50 test buraxılış suallarına tam uyğun bir az, yəni bir tık deyək, buraxış suallarından yuxarı olmalıdır, həmçinin blokdan yuxarı ki, uşaqlar orada həmin balansı düzəldə bilsinlər. Yəni, buraxılış imtahanına hazırlaşsansa, buraxılış səviyyəsindən sual görməlisən. Toplu sualları tədris suallarıdır. Yəni, toplu imtahana hazırlıq üçün bir vəsait deyil. Yəni, son tamamlama işlərini sən toplu ilə görə bilməzsən. Onun üçün sizə mütləq əlavə testlər lazımdır. Əlavə testlərdə sınaq qruplarını əldə edə bilərsiniz və ya bizim qruplarımıza da qoşulub əldə edə bilərsiniz. İnanın ki, bir də görürsən deyir ki, müəllim qrup bahadır filan. Baha deyirsəni, amma sən aparıb sınağa 25-30 manat pul verirsən, biz sənə dərs qrupunu, bir aylıq dərs qrupunu 50 manata verir və ya sınaq qrupunu ayda 10-15 dənə sınağı sənə cəmi deməli 30 manata verir. Təsəvvür ayda 10-15 dənə sınaq işləyirsən, izahı ilə bir yerdə canlıya da qoşursan, əvəzini nə qədər ödəyirsən? 30 manat. Və yaxud ay ərzində 10-a yaxın mövzu keçirsən, yəni 4 aya proqram bitirirsən, cəmi 50 manat pul ödəyirsən. Yəni, ümumi proqram tədris müddətində 200 manat pul ödəyirsən, amma bütün proqramı keçib bitirirsən, tam olaraq imtahana hazır olursun. Təbii ki, müəyyən bazası olan, üzərində çalışan, məsuliyyəti olan şagirdlərə aiddir bu. Bu qruplara qoşulmaq üçün 055 597 0151-ə yazırsınız. Biz də həmin qruplara sizə əlavə edirik. Hələ ki, sadəcə bir mövzu keçmişik. Tam olaraq vaxtıdır. İndidən gecə olmadan qoşula bilərsiniz. Bu qədər. Sağ olun.